Salam aleykum. Demək, gümüş elementinin iki müxtəlif izotopu var, 107 və 109. Bu izotoplardan 109 kütlədə olan gümüşün təbiətdə tapılma faizi daha azdır. Sizcə gümüşün orta kütlə ədədi neçə ola bilər? Biz nə edirik? 107 üstə gəl 109. Biz bunu 2 yerə bölürük. Bu zaman 107 üstə gəl 109 böl 2. Böyle 108. Yəni bu ortadadır. Yəni 107 yazıram. 108 yazıram. 109 yazıram. İndi bu da burada deyir ki 109'un təbiətdə tapılma faizi daha azdır. Yəni onda 107'də daha çoxdur da. Ona görə biz bu əraziyə baxırıq. 107-108 arası. Yəni bu aralıqda olan rəqəm olmalıdır. Bu da deməli 108 bu aralığa düşmür. 108,4 düşmür. 108,5 düşmür. Bu 107,8 olacaq.